Uşağın özünə qapanması bəzən sakit xarakter kimi qəbul edilsə də, əslində daxili narahatlıqların və ifadə olunmamış hisslərin göstəricisi ola bilər. Sosial münasibətlərdən uzaqlaşma, fikirlərini bölüşməmək və emosiyaları gizlətmək diqqət tələb edən siqnallardır. Bu səbəbdən uşağı dəyişdirməyə çalışmazdan əvvəl onu anlamaq və güvənli mühit yaratmaq vacibdir. Bu barədə psixoloq Aytən Ələkbərova Missiyaza danışıb. Uşaqlarla olacaq münasibətlərdə çalışmaq lazımdır ki, əvvəl kiçik yaşında, daha sonra isə yeniyetmə vaxtında həmin uşağın evdə müxtəlif işlərin icrasında özünü balaca köməkçi kimi göstərməsi. Yəni ilk effektiv ünsiyyət onun ailəsində öz doğmaları ilə başlayır. Hansı ki 3 yaşa qədər olacaq münasibətlərdə, ilk mənin tanınmasında, ilk özünün bədən üzvlərinin tanınmasında, daha sonra valideynləri artıq digər insanlardan seçməsində ki, yəni bu mənim valideynimdir. İkinci qarşılıqlı münasibətlərdir ki, o vaxtlar səmərəli inkişaf etdirmək lazımdır ki, hətta o artıq yeniyetmə devrinə ki gəlir, valideyn asosiallıqla, sosial fobiya ilə, utanqaçlıqdan bir-birini ayıra bilmədiyi halda yeniyetmənin özünün ən yaxın dostu hesab edib onun bütün işlərini bilavasitə iştirakçısı kimi onunla bərabər addımlar atsın. Çünki eyni zamanda yaşlı yeniyetmənin məsləhət və təkliflərini qəbul etmək lazımdır ki, həmin zaman onun verdiyi suallardan valideyn öz övladının artıq düşüncə tərzini öyrənə bilir. Aytən Ələkbərovanın sözlərinə görə valideyn yaş psixologiyasını mütləq bilməlidir. Necə ki övladının qan qrupunu bilir, eləcə də onun psixoloji xüsusiyyətlərini, həssas nöqtələrini, hansı halların psixi vəziyyətinə təsir edəcəyini də bilməlidir. Sosiallaşma dövründə istər bağçada, istər məktəbdə valideyn uşağın evə qayıtdıqdan sonraki davranış və emosional vəziyyətini diqqətlə müşahidə etməlidir. Əgər valideyn səbəbi özü müəyyən edə bilmirsə, mütəxəssisə müraciət etmək ən doğru addımdır. Psixoloq uşağın özünə qapanmasının səbəbini müəyyən edə bilər. Bu utancaqlıqdırmı, sosial fobiyadırmı, yoxsa yaşanmış hər hansı travmatik hadisənin nəticəsidir? Təəssüf ki, bəzən yeniyetmələr daxili sıxıntılarını gizlədirlər. Valideyn isə sonradan heç nə hiss etmədim deyə təəssüflənir. Halbuki xırda görünən davranış dəyişiklikləri böyük psixoloji gərginliyin göstəricisi ola bilər. Bəzən görürük ki, valideynlər övladlarını digərləri ilə müqayisə edirlər və bu müqayisənin içərisində də həmin uşağın psixi halətinə təsir edəcək məqamlar olur ki, yeniyetməlik devrində artıq xarakter tamamilə oturmuş bir vəziyyətdə olanda zaten onsuz da 7 nədirsə 77-nin də odur. Bunun üzərində yenə dayanırıq. Çünki 6 yaşa qədər şuurun inkişaf prosesi artıq 6-7 yaşda öz təsdiqini verdirəndən tamamilə bütün xarakter üzə çıxır. Necə olur ki, hər zaman ailəsinin hər bir sözünə baxan adam birdən-birə artıq başlayır qışqırmağa, sən mənim həyatıma müdaxilə edə bilmərsən, sən mənim işimə qarışa bilmərsən. Bu kimi ifadələr artıq onu özündən çıxardır. Yəni burada artıq bir vegetativ pozuntu nəzərə çarpır ki, o vegetativ pozuntunun içərisində onun aqressiyasının əsas səbəbləri ortaya çıxar. Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə həm də kollektiv üçün tərbiyəsində yeniyetmənin yaşıllaşma prosesi üçün ən əlverişli şərait yaranır ki, bunun içərisində valideyn çox gözəl müşahidə edərkən və yaxud məktəbdə müəllimlər müşahidə edərkən bu uşağın ruh halına təsir edəcək ən gözəl məqamı seçə bilir. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.